Süni zəkaya və yeni texnologiyalara kim nəzarət edir? Bu paradoksal sualı Yunanistanın sabiq baş naziri Bakı Qlobal Forumunda yeni texnologiyalara həsr olunan panel müzakirələr zamanı ortaya qoydu və elə özü də cavab verdi. Onun fikrincə bu süni zəka insanlar arasında, cəmiyyət arasında şəffaf şəkildə, məlumatlı şəkildə yayılmaq yerinə qərb dairələrinin əlindədir. Bəli, ondan elə stat gətirmək istəyirəm. Stat süni zəka, kütləvi qırğın silahları nəzarətdən kənardadır. Biz məlumatsızıq onlar necə və harda istifadə olunur. Bu isə insanlığa, bütün bəşəriyyətə bir hədədir, deyə sabiq baş nazir qeyd etdi. Böyük Britaniyanın sabiq baş nazirinin keçmiş texnologiyalar üzrə baş məsləhətçisi isə başqa bir sual ortaya qoydu. Biz süni zəkaya nə qədər etimad edə bilərik? Etibarlılıq səviyyəsi nə qədərdir, dedi. Və onun fikrincə bu sualın cavabını tapmaq üçün süni zəkanın istifadə çərçivələri elmi dərəcədə öyrənilməlidir. Yalnız bu şəkildə süni zəkaya etibar və etimad etmək olar. Ümumiyyətlə elə bu səhnədən panel diskussiyaları zamanı aldığımız məlumata görə dünyada süni zəkanın gücünün yalnız 45% tətbiq edilir. Yəni geridə qalan 55%-də hansı imkanlar, yaxud da hansı imkansızlıqları reallığa çevirmə yolları var, biz hələ də bilmirik. Ümumiyyətlə bütün dünya bilmir. Bəli, göründüyü üzrə Bakı Qlobal Forumu qlobal mediada yayılacaq böyük açıqlamalarla yadda qalacaq və biz də elə həmin açıqlamaları bütün efirlərimizdə sizi çatdırmağa davam edəcəyik. Hələlik mənim deyəcəklərim bundan ibarətdir. Sözü sizə ötürürəm. Buyurun.